Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və salamu alə əşrəfil ənbiyyə vəl mursalin. Nəbiyyina Muhammedin və alə alihi və sahbi əcməin. Əmmə bəd. Əziz müsəlman bacı və qardaşlarım, bir məsələ haqqında istəyirəm ki, qısa da olsa, həm özümə, həm də sizə xatırlama eləyim. Və bu məsələ də çoxumuzun qafil qaldığı, çoxumuzun fikir vermədiyi bir məsələdir. Bu da insanın vaxtını qoruması, vaxtının qədrin bilməsi. Vaxt elə bir neymətdir ki, insan gərək onu qorusun və insan gərək onu Allahın razı qaldığı şeylərə sərf etsin. Yoxsa peşman olacaq insan. O vaxtını itirdiyi hər bir saniyəsinə görə, hər bir dəqiqəsinə görə peşman olacaq. Və vaxt elə bir neymətdir ki, Allah Subhanahu taala onu öz mübarək kitabında zikr eləyərək bildirir ki, İnsan onu gərək qorusun. Allah Subhanahu taala Əsr surəsində buyurur ki, "Vəl asr", and olsun əsrə. Bir çox təfsirçilər bu ayənin təfsirində bildirirlər ki, əsr yəni zaman. Allah zamana and içir. Və Allah da bir şeyə and içərsə, o şeyin əzəmətini, o şeyin böyük bir şey olduğunu bildirmək üçündür. Yəni insan gərək ona diqqət eləsin. Və sonra növbəti ayəsində həmin surənin buyurur ki, "İnnəl insənə ləfi xusur." Həqiqətən insan ziyan içindədir. Burada insan deyərkən, yəni bütün insanlar gedir, qəsd olunur. Yəni bütün insanlar ziyan içindədir. Və sonra Allah Subhanahu taala ziyan içində olmayan o insanları bizə 3-cü ayədə bildirir ki, yalnız o insanlar istisnadır. Kimdir onlar? İllellezine amenu ve amilus salihati ve tevasav bil haqqi ve tevasav bis sabr. Yalnız iman edib və salih əməl görüb, haqqı və səbri bir-birinə tövsiyə eləyən insanlardan başqa. Yəni insan əgər iman etməsə, salih əməl görməsə, haqqı və səbri bir-birinə tövsiyə eləyən insan olmasa, onun həyatında keçirdiyi o zaman yalnız onu Allahdan uzaqlaşdıracaq. Və o peşman olacaq. O itirən insanlardan, ziyana uğrayan insanlardan sayılacaq. Və İmam Şafi rəhməhullah bu ayə haqqında buyurur ki, əgər Quranda yalnız bu ayə, bu surə insanlara nazil olsaydı, onları haqqa qaytarmaq üçün, onları başa salmaq üçün kifayət eləyərdi. Yəni, insan övladı bu surədə olan Allahın bizə bildirmək istədiyi o məsələləri xatırlasa, insan ibrət alar. Ona görə insan gərək zamanını qorusun. Zaten qiyamət günü insanlar cəhənnəmdə Allaha yalvaracaqlar ki, fəryad eləyərək deyəcəklər ki, وَهُمْ يَسْتَرِخُونَ فِيهَا. Yəni, o gün kafirlər cəhənnəmdə yalvaracaqlar və fəryad eləyərək deyəcəklər ki, Rabbənə əxricnə nə'məl salihən qayrəlləzi kunnə nə'məl. Ey Rəbbimiz, bizi yəni cəhənnəmdən çıxart, bundan qabaq etdiyimiz əməlləri yox, salih əməlləri eləyək. Yəni, insan yalvaracaq Allaha ki, onu qaytarsın dala. Lakin ona bildiriləcək ki, Əvələm nuammirkum mə yətəzəkkəru fihi mən təzəkkəra. Məyər sizə ibrət ala biləcək bir insanın ibrət ala biləcəyi qədər ömür vermədikmi? Yəni, insan bu zamanda, bu həyatında kifayət qədər ibrət alacaq, yəni ömrü var. İnsan ibrət almalıdır. İnsan o Əsr surəsini oxumalıdır və görməlidir ki, o ziyana uğrayanlardandır, yoxsa yox. Və Allah bütün demək olar ki, ibadətləri hər birini müəyyən vaxtlarda qullarına əmr eləyib. Hər bir ibadətin özünə xas vaxtı var. Məsələn, namaz. Allah Subhanahu taala namaz haqqında buyurur ki, İnnəs salətə kənət aləl mü'mininə kitəbən məvqutə. Həqiqətən namaz insana müəyyən vaxtlarda əmr olunub. Həmçinin oruc, Allah Subhanahu taala buyurur ki, Fəmən şəhidə minkumuş şəhra fəlyasum. Sizdən kim o ayı görərsə, oruç tutsun. O ay yəni Ramazan ayı. Və həmçinin həcc haqqında Allah Subhanahu taala buyurur ki, Əl-həccu əşhurun mə'lumət. Həcc məlum aylardadır.
Yəni Allah bu ibadətləri müəyyən vaxtlarda bizə əmr etməsində məqsəd insan vaxtının, zamanının dəyərin bilməsidir. Yəni hər vaxtın öz ibadəti var. Hər zamanın öz ibadəti var. Və dedik ki, zaman, vaxt insanların çoxsunun qəbul, ibrət ala bilməyəcəyi, qafil qalacağı bir şeydir. İnsanların çoxsu bu nemətin qədrini bilmirlər boş vaxtın. Necə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem bir hədisində buyurur ki, 2 nemət var ki, insanların çoxsu bu nemətlərdən qafildirlər. Onlardan birincisi sağlamlıq, ikincisi isə boş vaxtdır. Yəni, insan xəstələndiyi zaman sağlamlığın qədrini bilir. Və insan boş vaxtını itirdiyi zaman boş vaxtının qədrini bilir. Ona görə nə qədər bu şeylər bizdə var, boş vaxtımız var, sağlamlığımız yerindədir, gərək bunlardan istifadə eləyək, bu nemətlərdən istifadə eləyək. Və başqa bir hədisdə, İmam Buxari və İmam Müslimin rəvayət etdiyi hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, insan qiyamət günü haqq hesab meydanından 4 şeydən imtihan olunmayınca oranı tərk etməyəcək. Bu 4 şey insandan soruşulacaq. Və onlardan birincisi insanın ömrüdür. Ömrünü hara sərf etdin? Ömrünü hara xərclədin? Bu şey insandan soruşulacaq. Və həmsinin insandan soruşulacaq onun elmi haqqında. Sənə elm verildi. O elmi nə edin? Hara sərf etdin? Onu mənim rizam üçün mü öyrəndin? Yoxsa nəfsin üçün mü öyrəndin onu? Təriflənmək üçün mü öyrəndin? Və o elmi öyrəndin, əməl etdin mi o elmə? Yoxsa yox. Və üçüncü, insanın mal haqqında soruşulacaq. Sənə mal verdim, o malı hardan qazandın? Halal yolla mı qazandın, yoxsa haram yolla mı? Və həmçinin o malı hara sərf etdin? Hara xərclədin? Allah yolla mı? Yoxsa nəfsin üçün mü? Yoxsa israf etdin o malı? Və dördüncü də insanın sağlamlığı haqqında, bədən haqqında ki, sənə bədən verdim, sağlamlıq verdim, onu nə edin sən? Və başqa bir hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, 5 şey gəlməmişdən qabaq 5 şeydən istifadə elə. İnsan gərək o 5 şeydən istifadə eləsin, o 5 şey gəlməmişdən qabaq. Onlardan birincisi insanın cavanlığıdır. Yəni, qocalıq gəlməmişdən qabaq cavanlığından istifadə elə. Xəstəlik gəlməmişdən qabaq sağlamlığından istifadə elə. Kasıbçılıq gəlməmişdən qabaq varlı olmağından, əlində olan maldan istifadə elə. Səni məşğul eləyən bir iş gəlməmişdən qabaq boş vaxtından istifadə elə. Və ölüm gəlməmişdən qabaq həyatından istifadə elə. İnsan gərək bu şeylərdən istifadə eləsin. Çünki onun əksi gələcək. Yəni, mütləq hər kəsə ölüm gələcək. İnsan gərək həyatından istifadə eləsin. Hər kəsə xəstəlik gələcək demək olar. İnsan gərək sağlamlığından istifadə eləsin. Və sonra gec olur. Və sələflər bu məsələdə çox riayət eləyərlər vaxtlarını qorumağa. Şiddətli şəkildə onlar həris idilər ki, vaxtlarını qorusunlar. Necə ki, Yəhya ibn Muaz rəhməhullah buyurur ki, vaxtı zay eləmək ölümdən daha şiddətlidir. Çünki vaxtı zay eləmək insanı Allahdan uzaqlaşdırırsa, ölüm insanı insanlardan uzaqlaşdırır. Hansı daha pisdir? Hansı daha şiddətlidir? İnsanın təbii ki, Allahdan uzaqlaşması. Sən vaxtını düzgün şəkildə istifadə eləməyəndə o vaxt səni Allahdan uzaqlaşdırır. Ona görə də insan vaxtını zay eləməkdən qorunmalıdır, qorxmalıdır. Və başqa bir sələflərdən qissə var ki, Həsən Basri rəhməhullah buyurur ki, qiyamət günü insan övladına ömrünün bütün o vaxtları, keçirdiyi bütün o vaxtları ona göstəriləcək. Xeyir iş görmədiyi hər bir saatı üçün, hər bir dəqiqəsi üçün peşmançılıq çəkəcək. Qəlbi parça-parça olacaq. Deyəcək ki, kaş mən bu saniyəmi, bu dəqiqəmi, bu saatımı düzgün şəkildə istifadə edəydim. Lakin o gün artıq geri qayıtmaq yoxdur. O gün peşmançılıq günüdür. O gün insanlar peşman olacaqlar. Və həmçinin Həsən Basri rəhməhullah buyurur ki, yenə də, mən deyir, elə insanlar gördüm ki, onlar mallarını qorumaqdan daha çox vaxtlarını qoruyardılar. Biz nə edirik? Bizim çoxumuz malımızı, mülkümüzü qorumağa hərisik. Ondan bir şey azaldığı zaman narahat oluruq. Ondan o artdığı zaman sevinirik. Lakin vaxtımız getdiyi zaman
heç təəssüflənmirik. Bugün vaxtımızı boş-boş keçirdiyimiz zaman heç təəssüflənmirik ki, bugünümüz artıq getdi. Amma insan bilməlidir ki, maldan itirdisə onu geri qaytarmaq olur. Amma zamandan itirdisə onu geri qaytarmaq olmur. Hər itirdiyin zaman sənin əleyhivədir. Hər itirdiyin zaman səni ölmə yaxınlaşdırır. Və insan istəsə də, istəməsə də hər gün öz əcəlinə doğru gedir. Və bu zamandan istifadə eləmək lazımdır. Və həmçinin də məşhur alimlərdən olan İbn Ayyəş rəhməhullah buyurur ki, sizdən birinizin deyir, bir dirhəmi, bir dinarı düşdüyü zaman, itdiyi zaman müsibət baş verilmiş kimi deyər ki, innə lillahi və innə ileyh raciun. Sanki bir başına böyük bir müsibət gələr. Və hər yerdə deyər ki, pulum düşdü, malım itdi. Lakin deyir, sizdən birinin ömründən nəsə getdiyi zaman heç belə təəssüflənmir. Demir ki, ömrüm getdi, ömrümü itirdim. Və itirdiyin hər bir ömrə görə sən qiyamət günü peşman olacaqsan. Lakin itirdiyin hər bir mala görə peşman olmayacaqsan. Və sonra buyurur ki, həmin şeyx deyir, mən deyir, elə insanlar gördüm ki, o insanlar deyir, zamanlarında bir-birləri ilə xeyr əməllərdə yarışardılar. Və onlar deyir, zamanlarını ciddi şəkildə qoruyardılar və o zamanlarını ancaq Allah'a itaət üzərində keçirərdilər. Və sələflər həqiqətən baxanda görürsən ki, bir saniyəsini, bir dəqiqəsini mərza etməkdən Allaha sığınıb, qoruyub o zamanını. Hətta onlardan gəlib ki, onlar deyərdilər ki, kaş ki, insanların vaxtını ala bilsəydik, o boş vaxtlarını pulla alardıq, öz vaxtımıza qatardıq. Lakin bugün insanların çoxsu baxırsan ki, vaxtlarını zay eləyirlər, zərrə qədər də peşman olmurlar. Və sələflərdən bir neçəsi haqqında misal çəkək, onların da ən xeyirləri sahabələrdir. Allah Resulü sallallahu aleyhi ve sellem yanında olan ən xeyirli insanlar. Allahın Quran-ı Kərimdə təriflədiyi insanlar. Allah onları Quran-ı Kərimdə tərifləyir. Və onlardan biri Abu Bakır radiyallahu anhu, Peyğəmbər sallallahu aleyhi və səlləmin qaynatası, Allah Resulü sallallahu aleyhi və səlləm ən yaxın dostlarından biri, İslamın birinci xəlifəsi. Bir gün Peyğəmbər sallallahu aleyhi və səlləm onlarla oturduğu zaman deyir ki, sizdən kim bugün oruç tutub? Abu Bakır radiyallahu anh deyir ki, mən. Deyir, sizdən kim bugün cənazəni təqib edib, cənazədə iştirak edib? Abu Bakır deyir ki, mən. Onda Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, sizdən kim bugün bir kasıbı yedizdirib? Abu Bakır deyir ki, mən. Deyir, sizdən kim bugün bir xəstəni ziyarət edib? Deyir, mən. Deyir, kimdə bu 4 salih əməl bir gündə cəm olarsa, o cənnətə girər. Baxın, qardaşlar, necə həris idilər. Harada xeyr əməl var idisə, ora gedirdilər. Harada bir xeyr əməl eşidirdilərsə, ora can atırdılar. Onlar istəmirdilər ki, zamanları boşa getsin. Onlar ibadətlə məşğul idilər həyatlarında. Və ikinci misal çəkəcəyim şəxs İslamın ikinci xəlifəsi olan Ömər ibn Xattab radiyallahu. Ən İslamda böyük şəxsiyyətlərdən biri. Gündüzləri xəlifə idi, müsəlmanların xəlifəsi idi. Müsəlmanların işlərlə məşğul olurdu, lakin gecələri ibadətlə keçirərdi. Gecə namazları qılardı və səhərə yaxın ailəsini namaza qaldırardı. Və həmçinin üçüncü misal çəkəcəyim xəlifə insan Osman radiyallahu. Hansı ki Peyğəmbər sallallahu aleyhi ve səlləmin 2 qızını almışdı. Birini almışdı, o dünyasını dəyişmişdi, sonra növbəti qızını Peyğəmbər yerdə ona vermişdi. Və bu sahabə, o bilirsiniz ki, tarixdə onu bu ümmətin ən şərli firqəsi olan xavariclər öldürüb. Hansı ki, onlar hakimə qarşı çıxmağı halal görürlər və onda da xəlifə idi Osman radiyallahu və onu qətl elədilər, o zalim firqə. Və onu öldürdükləri zaman Osman radiyallahu həyat yoldaşı onlara, o zalim insanlara deyir ki, siz elə bir insanı öldürürsünüz ki, o gecə namazında bir rükətdə bütün Quranı xətm eləyərdi, deyir. Subhanallah, baxın, biz dünya işlərində hansısa bir oyun oynadığımız zaman, hansısa bir televizor izlədiyimiz zaman vaxtın necə gəlib keçdiyini hiss eləmirik. Necə o 3 saat, 4 saat çəkirsə o veriliş, oturub baxırıq, heç bilmirik ki, vaxt hardan gəldi, hardan getdi. Lakin bir ibadət elədiyimiz zaman elə bir ki, böyük bir ibadət eləmişik. Tez-tez saata baxırıq.
Elə bilirik ki, ağır oldu ibadət bizə. Lakin onlar bizim əksimiz idi. Onlar ibadəti elə eləyirdilər ki, ibadətdən həzz alırdılar. Gecə ilə namaz qılırdılar ki, səhərin haçan açılacağından xəbərləri olmurdu. Onlar ibadətdən ləzzət alırdılar. Və Osman radiyallahu da o ibadət eləyənlərdən biri idi. Necə ki, Allah subhanahu ta'ala bir ayədə buyurur ki, Əmmən huvə qanitun ənəəl-leyli səcidən və qaimən yəhsərul əxirətə və yərcu rəhmətə Rabbi. Məyər gecəni səcdədə, əyaq üstə Allaha ibadət eləyərək keçirən, axirətdən qorxan və Allahın, Rəbbinin rəhmətinə ümid eləyənlə kafir bir ola bilərmi? İbn Abbas radiyallahu anhuma deyir ki, bu ayədə qəsd olunan şəxs Osmandır. Yəni, gecələri səcdədə və qiyamda keçirən insan. Onlar ibadət, hətta gündüzlərini yox, gecələrini belə boş vaxtlarında yatmaqla, başqa şeylərlə keçirmirdilər. Gecələrin də o zamanlarını itirmirdilər, gecə namazlarını qılırdılar. Və sonuncu xəlifə Əli radiyallahu-dan da bir misal çəkək, bununla da kifayətlənək. Necə ki, Əli radiyallahu-nun vaxtında, xəlifəliyi vaxtında böyük fitnələr çıxmışdı müsəlmanlar arasında. Həmçinin o xavariclər, o zalim firqə müsəlmanlara əziyyət verirdi. Və Əli radiyallahu bu qədər işin içində gündüzləri oruç tutardı, gecələri də gecə ibadətlərini keçirərdi. Və bunu görən insanlardan biri təəccüblə Əli radiyallahu-dan soruşur ki, ey əmr-əl-möminin, sən necə eləyirsən bunları? Gündüzləri oruç və müsəlmanların işlərinə məşğul olsan və gecələri ibadət eləyirsən, onda Əli radiyallahu ona gözəl bir söz deyir ki, axirətindir səfəri uzundur, onu gecə namazları ilə qət eləmək lazımdır, keçib qurtarmaq lazımdır. Yəni, axirətin səfəri uzundur, axirət çox uzundur və biz oraya üçün azuqə yığmalıyıq. O azuqəmiz Allah qorusun yolda bitməməlidir. Ən gözəl azuqə də Allah qorxusudur, təqvadır. Və ona görə də insan bu verilən zamandan düzgün istifadə eləməlidir ki, bu dövrdə azuqəni yığsın bu dünyada ki, axirətdə azuqə o axirət səfərində ona fayda versin. Necə ki, deyirlər ki, dünya axirətin tarlasıdır. Bu dünyada nə əkəcəksənsə, axirətdə də onu biçəcəksən. Allahdan istəyirəm ki, Allah bizi eşitib faydalananlardan eləsin, zamanımızı düzgün şəkildə istifadə etməyi bizə müvəffəq eləsin. Düzün Allah bilir. Və sallallahu alə nəbiyyə Muhammedin və alə alihi və sahbihi əcmain.